Axır ki, abunə olmayan kullanıcılar sayını 81.6%-ə qədər düşürtmüşük. Təbii ki, hələ də çox böyük bir miqdardır. Yəni 81% kanala abunə deyillər. Amma yenə də əvvəlkilərdən yaxşıdır. 85 idi, ən azından 81-ə düşürtdük. Hey dostum, bu gün qurban olun millətimin 16 gözə baxmalıyam. Hə, 16-ymış. 16-cı bölümündən qarşınızdayım dostum. Sən sevirsən, sən bəyənirsən, sən like atırsan, mən də niyə çəkməyim, düzdür? Yox, düz deyil. Düz demirəm. Düz deyil. Heç nəsə. Görə hələ Azərbaycan yumorunda inkişaf var mı? Ya da Azərbaycanda ümumiyyətlə yumor var mı? Bunlar görəcəyik, getdik. Açıq aşkar üzərində yazılıb. Nə yazılıb? Hell cəhənnəm. Fikir verin də biz içdiyimiz şeylərə baxın. Hell cəhənnəm. Mazılanma. Ay zibil. Her şey olar. Görsən? İçməyin, Aa, bəs də. İçməyin uşaqlar. Risklər içməyin. Görürsünüz üstə cəhənnəm yazılıb ya. Ay da siz müsəlmansınız da belə şeylər içməyiz yaraşır sizə. Gəldi yenə xiyar. Bana mən demirəm, amma orada yorum var, onu oxuyuram. Yorum yazmısan, yəqin görürsən. Hansı məqsədlə yazdığını heç bilmirəm. Nəyə əsasən belə yazmısan? Nə məqsədlə yazıb ekdim? Sən bilirsən də bu cür yorumun cavabı necə olmalıdır. Aha. Səhifəyə daxil oldum və övladımın olduğunu gördüm. Aha. Özünə görə kişi ola bilməsən də, övladıma görə kişi ol. Gerçekten çok klas cevap verdi. Nə tərbiyəsi pozur, nə də bir şey. Çox klas bir şəkildə cavabını verdi və getdi. Mükəmməl. Onun şəklini dostlarına göstərərsən. Gör nə qəşəng qız tapmışam, bir damla var. Nə deyim bro? Xoşbəxt edin. Elə kəs göstərməzdi. Bu arada belə bir şey yoxdur bu arada. Yəni fırlatdığın qız deyilsə, əgər dostlarına göstərmərsən sevdiyin qızın şəklini normalda. Çıxmışam şəhərə ova. Popozão, ai meu Deus, fico maluco. Kim? Vou parando atrás dela e fazendo vucu, 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 Sasa var ya lan. Bak sen ova çıxanda ovlanmasa yaxşıdır qardaşım, ehtiyatlı ol yəni. Adam hərdən pişik olmaq istəyir. เวลาแบบเหนื่อยมาได้แบบฟัดแมวเล่นกับแมวเนี่ยมีความสุขนะฟัดเขาเสร็จแล้วก็นอน Gözümə bax, gözümə bax. Hara baxsan gözümə bax. Pişik olmaq istədiyin dostlarınızı göndər. Nə yazıb? Sevimi etiketləyin görsün. Vay Kayu. Oba. Borzakan Kayu. Saç yaxdı belə eləyir. Görürsüz Kayu yaxşı oğlandı. iPhone-dur. Yox. Ola 30 manat ola. Məndəki Range Rover-dir. Rahatladım. Məndəki İran Rover verdi. iPhone-dan Range Rover-i necə fırlatdı o mən satmadı. Baya fosil videoda bu neçə il işte la bu. Yenə bunlar gəldi. El aklınca mı boy? Kemal Efes'ten boy. Çiğ kız kirlesin. Nə danışır la bunlar? Nə dildə danışır bunlar? Bir de başka ya. Telefona yaxşı da dişitaş nokta video çəkəcəyik. Şey evlənməmişlər və canlı yayın açdılar bunlar. Ay tema desene. Boynu yoğun nə? Siyasi üçün gəlibdir. Boyun yoğun olduğu üçün qiymətlər dəyişmir. Trapez xanım, Trapez bilmirəm mən. Trapez bilmirəm mən. Qız deyəsən Azərbaycandakı sözlərdən heç bir xəbəri yox. Allah xoş. Elə bayaqdan baxıram bir-birlərinə gülümsərlər, elə yaxşı yola gedirlər. Atalardan bir söz var deyil. Aha. Eşeği anqarar, tayin tapar. Bəy və gəlinimizdən. Bəyənə gələn eşək deməyə biraz şey oldu. Ataların bir dənə də sözü var. Atı eşəyin yanına bağlasan, eşək qatır olar. Qatır eşək olar. Ay yenə gəldi bu. Gülürdünüz. Həmişə gülürəm. Xarabada bir dənə normal adam yoxdur. Niyə? Həmişə gülürəm. Nereye gülürsün? Bir de gülür. Şəş vaxtında atardım bu videonu görməzdim. Ay yenə bunlar gəldi. Çırpırlar. Qardaş evlənmisiniz evlənsiz. Nə çəkində bizlər? Öpmədi baxı. Nə öpmədin? Ay ziblərə girdim. Öpməz baxanından. 100% bax əlində telefon var. Mən sizə deyirəm ki, canlı yayınası var. Evləndi çıxın həyatımızdan. Xahiş edirəm. Çıxın bir də görməyək sizi. Çox xahiş edirəm. Gecə telefonu söndürüb yatmaq istəyəndə patologdan mənə baxan 2 dənə ağza qanat. Axı deyil bu. Bir yazıb bunu dərc edən qiyamət günü gələcək qarşımıza heç darıxma. Nə dəxli var Nə dəxli var? Burada dinə bir şey demədi, müsəlmanlığa nəsə demədi. Sadəcə belə maraqlı bir şəkildə ikisi birdən oxşayırlar. Maraqlı bir şəkildə ekrana baxıblar. O görə belə bir şey meme yaradıblar. Hər şey yəni dinə bağlamaq lazım deyil. Yaşamayan yoxdur. Hə, axırda o qədər düşür ki, artıq belə içmək məcburiyyətinə qarşısan. Niyə mən maddiyatı olmayan bir insana ailə qurmalıyam ki? Sana ailə qurmalıyam ki, maddiyat baxımından özünü Stres sifəti var. tuta biləcək, hətta yandakı O qadını stres sifəti var. Bunu tuta biləcək. Xarici görünüşə lağa qoymuruq uşaqlar. Məndən öyrəndiyiniz kimi. Maddiyata sahib olmalıdır. O şəxs ailə qurmaq lazımdır ki, kişi sözünün mənasını özündə cinsiyyət olaraq yox da, yəni həqiqətən də kişi olaraq versin o mənanı.
Belə pis sıxmasın. Yəni insan xarici görünüşünə baxanda birinci danışana bax, ikinci danışana bax yəni. Həqiqətən də fikirlərə bax bir dənə, görünüşə bax. Həqiqətən çox düz gəlir bir-birinə yəni. Bəs siz kasıb oğlanla evlənərdiniz? Buna cavab verməyəcəm. Oğlanam çünki var cavab verir. Ermənilər Azərbaycanı tərk edəndə niyə unitazların yanına götürüblər? Ermənilər üzrə mütəxəssislər, Planet Pariniz Vakokovensə zəhmət olmasa cavab verin. Bilirlər ki, bundan sonra qarınları çox ağrıyacaq. Yaxşıdır, yaxşıdır. Buna görə Aleyküm salam. Sizə deməli bir dənə məntiqi sualım var, amma çox diqqətlə qulaq asmalısınız. Bir dənə həbsxana olur. Aha, Həbsxananın otaqları yan-yanadır. aha. Məhbusların heç biri bir-birini görmür. 2 nəfər də yan-yana otaqdakı uşaqlar başlayır dostlaşmağa, amma bir-birinin üzərini görmürlər. Hərəsində də 20 il iş kəsdi. Nəsə bu söhbətin üstündən 20 il keçir, uje bunlar azadlığa çıxmalıdır. Amma biri 6 saat tez çıxır. Həmin qaqaş deyir ki, o birisinə, mən çıxıram. Məsəl üçün də Gənclik molun qabağında səni gözləyirəm 6 saat sonra. O birisi qaqaş 6 saat sonra həbsxanadan çıxır. Gedir Gənclik molun qabağına, görür ki, qaqaş ordadır. Sual: həmin o qaqaş onu necə tanıdı? 20 il ərzində heç kim bir-birini görməyib. Onu necə tanımış ola bilər? Səsindən tanıyır da. Abi səsdir də, bunun cavabı səsdir yəni. Azərbaycanın inkişaf etməmə səbəbləri görək nəymiş? Abi qaqaşlar gələcək 100%. Avara qız 69. Terzi çəcək. Kamzeli kız 61-69. Avara kız 70. Avara kızlardan uzaq qal. Avara oğlanlardan da uzaq qal. 700 bal nəyə göstərəcəksin? 700 bal birinci növbədə savadın və biliyin göstəricisidir. Bir yorumda yazıb ki, 700 bal həyatsızca bütün gün dərs oxuyub sosial həyatdan kənarlaşmağın göstəricisi. Məncə var, mən şəxsən öz fikrim deyirəm, 700 bal savadın göstəricisi deyil, mənim fikrimcə. Qətiyyən deyil bu arada. Başka bir şey kalmadı sanki. Ne olabilir? Dostum kapat şunu. Bak düşünüyorum. Onu denedik ya zaten. Abi Kamil. Sadece Zor neyse öyle. Bu uygulamalara ekran qəşi olur. Ayrıca Qabilin videosu. Qabilin videosu çox təhlükəli bir şeydir bu video qoymaq üçün. Əgər videoda varsa deməli söyüş yoxdur. Gözünüz görək nəymiş. Sizin ananız var. Mənim anam var. Var. Mənim anam var. Allah canını sağ eləsin. Sonra? Aha. Mənim anam var deyəcək. Ədə mənim anam var. Mən də deyirəm Allah canını sağ eləsin. Qaqaş girişir ya, Allah ki girişir də bildiyin yəni. Bilin mən Qaqaş 100% başqa şey eşitmək istəyirdim bu sözdən sonra. Mən səni çox istəyirəm. Acun Kazmalı deyil bu. Hər videomuzda bir dənə Acun Kazmalısı olmasın. bundan xoşu gəlmir. Düz Namiqin bundan xoş gəlmir. Mən çox xoşduram Namikdən zarafat eləməyi. Zarafat eləmişdim, Namikin xoşuna gəlməmişdi. Neyniyim Namik, mən beləyəm. İstəyirsən qəbul, istəyirsən. Heç zibil başa düşmədim videoda. Allah haqqı deyirəm sənə. Şimdi ha. O pür yetenek. O çox zor edir axı. Böyle stiker var. Salam cavan oğlan. Cavan oğlan. olmaq olar. Yox xanım, olmaz, sevgilim var. Siz bilirsiniz, mənim evim, maşınım, çoxlu pulum var. Əgər siz mənlə tanış olsaydınız, mən sizə hər tərəfli dəstək ola bilərdim. Xanım, sizə bir söz deyirəm. Sözümü heç vaxt yadınızdan çıxartmayın. 077 526 Biliyorum ya. 69 78 8. Manitle maçı taşıyınca. Pode sentar, pode. Kızlar, evet bütün erkekler aynı. Ama maaşları farklı. Hey oğlanlar bunu unutmayın. Bütün kadınlar eynidir. Ancak makyajları fərqlidir. Allah bu ne video atırsınız be? Tanırsınız bunu, ben tanımıram. Şimdi çubuğu. Bir de yazın yorumlara. Nəqliyyatdakı qorxu. Kartınızda balans yok. Ayda. Kasıb arada bir kart var, pul var da. Mənə keçirdə bilərsiz? Mənə keçirdə bilərsin. Baba fitillə buradan. Sən çox gözləyəcəm burada. Ayda onu vuranda həmin o gələn passaklıq hissi əlindəki 50 qəpikdən desən ki, məni keçirdə bilərsiz. Nə ola? Bir də xahiş edirəm, mənə keçirdin də. Burada qəşəng bir bankın reklamı girərdi ya orada. QR kodu oxudum falan. Həmin o çayxana. Nə var, nə yox, danış görüm. Yo, qoy bu belə qalsın. Domino yoxsa nərd? Nerede olsun? Onda dominodan başlayaq. Neçə dənə daşın qaldı? 2. Onda 6 İki. pul vurdum. Ayda. Domino səni deyir, indi nerede keçək? Keçək. Səndə daşaqdı yoxsa qaradı? Aa nə? Şahmat oynamırsan, sən? Partiya. Abi bu arada var, məndə nerede oynadı bir də uşaq var idi. Əvvəl dövrümdə uşaq vaxtı. Ayda bir sayı 1,
2, 3, 4, 5. Neçə dəfə ona başa salmışam ki, qardaşım üst düşürsə arasında 2 dənə boşluq olur, nə 2 düşürsə 1 boşluq olur, nə 6 düşürsə bu başdan o başa gedir falan filan. Hələ də öyrənəməmişdim sonra onu. Nəysə uşaqlar, bu videomuz bu qədər idi. Videomu bəyəndinizsə bəyənməyi unutmayın və bu tip videoların gəlməsini istəyirsinizsə təbii ki, burada gördüyünüz Instagram səhifəmə də gəlməyi unutmayın. Videolarınız varsa oradan da ata bilərsiniz. Hər nəsə, bu video bu qədər idi. Gələcək videoda görüşmək üzrə. Sağ olun.